Hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün növbəti Naxçıvan Muxtar Respublikasında keçirilən sertifikasiya suallarını paylaşım edirəm. Testlərin izahına keçid almamışdan öncə məlumat verim ki, hər ay sınaq qruplarımız açılır. Artıq 6 ildir ki, bu belə davam edir və sınaq qruplarımıza qoşulmaq istəyən müəllimlər 051 437 38 67 nömrəsi ilə əlaqə saxlayıb sınaq qruplarımıza qoşula bilərsiniz. Sınaq qruplarımızda sizləri nələr gözləyir? Sınaq qruplarımızda hər gün bir sınaq paylaşılır. Sınaqlar mən tərəfindən hazırlanır. MİQ və sertifikasiya çərçivə sənədi əsasında hazırlanmışdır və onu da qeyd edim ki, öncəki illərin MİQ və sertifikasiya imtahanlarına düşən suallar da əlavə olaraq paylaşım olunur. Hər biri də onlayn şəkildədir. İstədiyiniz zaman daxil olub işləyə bilirsiniz və doğru və yanlışlarınızı görə bilirsiniz. Hətta bilmədiklərinizi göndərirsiniz qrupa. Müzakirə qrupumuz var və müzakirə qrupunda mən tərəfindən izah olunur. Belə müəllimlər sadəcə ödəniş isə 1 ay üçün 5 azin ödəniş təşkil edir. Kimlər qoşulmaq istəyir, qeyd etdiyim nömrə ilə əlaqə saxlayıb qoşula bilərsiniz. Daha sonra keçid alıram testin izahına. Birinci suala baxırıq. Dərs zamanı sinifdə səs-küy yaranır və şagirdlər arasında xaotik davranış müşahidə olunur. Müəllim vəziyyəti idarə etməkdə çətinlik çəkir. Bu problemin qarşısını almaq üçün ən effektiv ilkin addım hansıdır? Deməli, ən effektiv ilkin addıma baxaq. Dərs zamanı intizam pozuntularına dərhal müdaxilə etmək. Əlbəttə ki, dərhal müdaxilə etmək sağlam psixoloji mühit pozulacaq. Keçid alırıq digərinə. Sinifdə qayda və prosedurları əvvəlcədən aydın və sistemli şəkildə müəyyənləşdirmək. Bəli, elə bu olacaq. Çünki biz dedik ki, iki cür yanaşma var. Reaktiv müəllim yanaşması və proaktiv müəllim. Bəli, proaktiv müəllimin öncədən qayda və prosedurları olur. Əvvəlcədən hazırlanmış qayda və prosedurlar. Qayda və prosedurlar, ümumiyyətlə gözləntilər dərs ilinin başlanğıcında qoyulmalıdır və şagirdlərə onlar möhkəmləndirilməlidir. Çünki orada öyrət, məşq et, möhkəmləndir var idi və dərs ilini, yəni ki, artıq 9 ay, yəni dərs bir akademik dərs ilində artıq bu kimi məqamlarda proaktiv müəllimin bir yanaşması olur öncədən. Deməli, burada da doğru cavabımız B variantı olmuş olacaq. Keçid alırıq digər sualımıza. Verilmiş mətni oxuyaraq onun əsas ideyasını müəyyənləşdirmək və bu ideya ilə bağlı şəxsi mövqeyini əsaslandırmaq tələb olunur. Deməli, idraki sahəni soruşur bizdən. Bəli, müəllimlər, şəxsi mövqeyini əsaslandırmaq deyirsə, yəni burada sizi çaşdırmasın, mətni oxumaq, onun əsas ideyasını müəyyənləşdirmək, yəni bu kimi sözlər bizi çaşdırmasın. Çünki burada deyir ki, şəxsi mövqeyini. Bəli, biz öz mövqeyimizi bildiririksə, öz fikirlərimizi əsaslandırırıqsa, bu zaman heç düşünmədən dəyərləndirmək mərhələsi olmuş olacaq. Keçid alırıq digərinə. Sinifə yeni gəlmiş şagird digər şagirdlər tərəfindən lağa qoyulur. Müəllim bu davranışın təkrarlandığını müşahidə edir. Bu halda müəllimin ən uyğun yanaşması hansıdır? Bəli, dərsi dayandırmadan sərt xəbərdarlıq etmək olmaz. Daha sonra sinifdə empatiya və hörmət mövzusunda müzakirə aparmaq və fərdi söhbətlər təşkil etmək. Bəli, elə bu olacaq. Çünki müəllimlər, sinifdə empatiya nə idi? Başqalarının hiss və düşüncələrindən agah ola bilmək. Yəni, lağa qoyursa şagird düşünür ki, məni lağa qoysalar, mən necə olaram? Mən necə reaksiya verərəm? Yəni, artıq bunu özünü qoyur o şagirdin yerinə və empatiya hissi budur. Artıq digər yoldaşına da bu münasibəti göstərməyəcək və hörmət mövzusunda müzakirə aparmaq və fərdi söhbətlər də təşkil etmək mümkündür. Deməli, doğru cavabımız B variantı olmuş olacaq. Keçid alırıq digər sualımıza. Summativ qiymətləndirmənin əsas məqsədi nədir? Bəli, məktəb daxili qiymətləndirmənin növüdür summativ qiymətləndirmə. Məktəb daxili qiymətləndirmənin 3 növü var idi. Diaqnostik, formativ və summativ qiymətləndirmə. Summativ qiymətləndirmə də özü iki yerə ayrılırdı. Kiçik summativ qiymətləndirmə və böyük summativ qiymətləndirmə. Daha sonra keçid alırıq variantlarımıza. Şagirdin nailiyyət səviyyəsini ölçmək və nəticəni kəmiyyətlə ifadə etmək. Bəli, elə doğru cavabımız da bu olacaq. Çünki şagirdin nailiyyət səviyyəsini ölçən qiymətləndirmə elə summativ qiymətləndirmədir və yalnız
summativ qiymətləndirmədir ki, şagirdlərə kəmiyyətlə qiymət yazılır. Deməli, kəmiyyətlə yalnız summativ qiymətləndirmədə şagirdlərə qiymət yazılır. Geri dönüşü olmayan qiymətləndirmədir dedik, risk tələb edən. Amma formativ qiymətləndirmədə, məsələn, orada rəy şəklində yazılır, qiymət yazılmır, o risk tələb etmirdi. Amma summativ qiymətləndirmə nailiyyət səviyyəsini ölçən qiymətləndirmədir və kəmiyyətlə ifadə, yəni nəticəni kəmiyyətlə ifadə edən bir qiymətləndirmədir. Deməli, doğru cavabımız A variantı olmuş olacaq. Keçid alırıq digərlərinə. Deməli, aşağıdakılarda hansı yanlışdır? Məktəbdaxili qiymətləndirmə müəllim və məktəb tərəfindən aparılır. Bəli, bu doğru olmuş olacaq. Keçid alırıq digərinə. Qiymətləndirmə etibarlı məlumat əldə etmək vasitəsidir. Bəli, doğrudur. Diaqnostik qiymətləndirmə şagird haqqında geniş məlumat verir. Bəli, bu da doğrudur. Çünki, məsələn, biz dərs ilinin başlanğıcında şagirdin hansı marağa, hansı öyrənmə tərzinə, hansı səviyyəyə sahib olduğunu bilmirik. Amma diaqnostik qiymətləndirmə nəticəsində bunların hər birindən məlumatlı oluruq. Deməli, bu da doğrudur. Keçid alırıq digərinə. Diaqnostik qiymətləndirmə bölmə sonunda aparılır. Xeyr. Bölmə sonunda, yalnız bölmə sonunda aparılmır. Bölmə və bəhslərin sonunda aparılan qiymətləndirmə summativ qiymətləndirmədir. Və diaqnostik qiymətləndirmə dərs ilinin başlanğıcında, daha sonra yarım ildə aparılır. İkinci yarım ilə keçən zaman, yəni bu zamanlar diaqnostik qiymətləndirmə aparılır. Keçid alırıq digərinə. Müəllim qaydalar tətbiq etsə də şagirdlərdə davranış problemləri davam edir. O problemin səbəblərini araşdırır və uyğun müdaxilələr edir. Nəticədə davranış yaxşılaşır. Situasiya ilə bağlı yanlış fikir hansıdır? Bizdən yanlış fikri istəyir. Müəllim müşahidəyə əsaslanaraq düzgün yanaşma seçmişdir. Əlbəttə, bu doğru olacaq. Keçid alırıq digərinə. Müəllim səbəbləri müəyyən edib, məqsədyönlü müdaxilə etmişdir. Bəli, düzdür. Çünki situasiyadan da belə görünür. Müəllim fərdiləşdirilmiş yanaşma tətbiq etmişdir. Bu da düzdür. Müəllim qaydaların sayını artırmışdır. Davranış problemi deyir, o problemin səbəblərini araşdırır, uyğun müdaxilələr edir. Xeyr, burada davranış qaydalarının sayını artırmadı. Deməli, D variantı yanlış olacaq. Keçid alırıq digərinə. Şagirdin valideyni dərsdən sonra onu götürmək üçün gecikir. Müəllimin ən düzgün davranışı hansıdır? Deməli, şagirdin valideyni gecikir. Müəllim də ən doğrusu nə etsə daha yaxşı olar, məqsədə uyğun olar. Şagird məktəbdən tək buraxmaq, şagirdi xeyr, məktəbdən tək buraxmaq olmaz. Əlbəttə ki, şagirdi məktəbin təhlükəsiz mühitində nəzarətdə saxlamaq və valideynlə əlaqə yaratmaq. Bəli, ən doğru yanaşmada elə bu olacaq. B variantı doğru cavabımız olacaq. Keçid alırıq digərinə. Qrup tapşırığını yalnız bir şagird yerinə yetirir. Digərləri pasiv qalır. Müəllim nə etməlidir? Tapşırığı yalnız fəal şagirdə həvalə etmək. Xeyr, burada doğru deyil. Bərabərlik pozulacaq, bərabər imkanlar. Sonra qrup daxilində rolları bölmək və hər şagirdin iştirakını təmin etmək. Bəli, bu doğru olacaq. Digər pasiv şagirdləri cəzalandırmaq yanlış olacaq, yanlış yanaşmadır. Tapşırığı ləğv etmək, bu da olmaz. Müdaxilə etməmək, əlbəttə ki, bunlar hər biri yanlışdır. B variantı doğru cavab olmuş olacaq. Bəli, bundan öncəki Naxçıvan Muxtar Respublikasında keçirilən sertifikasiya suallarını paylaşım etmişdim və orada səhv etmirəmsə 10-cu sualda qeyd etmişdiniz anlamaq və tətbiq mərhələsində. Müəllimlər, tətbiq mərhələsində qısacası deyirəm. Bir işin icrası gedir. Düsturdan istifadə etmək, hər biriniz yazmısınız ki, şərhlər bölümündə. Düsturdan istifadə etmək tətbiq deyil, anlamaqdır. Düsturdan istifadə etmək, bir proses, yəni icra olunursa, hər hansısa bir işin icrası varsa, artıq burada fəaliyyət yerinə yetirilibsə, deməli bu tətbiq etmək olacaq. Yəni düsturdan, yəni düsturun rəqəmləri yerinə qoyub sadəcə amma tapşırığı yerinə yetirir də, bir prosesi icra edir, bu fəaliyyəti yerinə yetirir. Verilənlər, yəni düsturda verilənlərin əsasına verilən rəqəmləri qoyub sadəcə onu dəyişib bildiyi, yəni o düstura əsasən onu yerinə yetirir. Bu tətbiq olacaq. Amma biri də var ki, müəllimlər, düsturu anlayır, mahiyyətini anlayır, ona əsasən hələ proses icra olunmayıbsa, bu zaman əlbəttə ki, olmuş olacaq anlamaq. Yəni, bu iki məqamda fərqli məqamlardır, bunları qarışdırmayaq. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.